Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi't tahirin. Ve la'netud daimetu ala a'daihim ecmaîn minel âne ila liqâi yevmiddin. Amma ba'd. Ötən söhbətimizdə 16-cı ayəyə qədər tərcümə etdik. İndi 17-ci ayədən başlayırıq. Euzu billahi mineşşeytanirracim. Məsəluhum kəməsəlillezî istevqada naran. Bu 17, 18, 19-cu ayələrdə yenə də Allah Taala münafiqlərdən danışır. Dedi ki, Bəqərə surəsinin ilk 5 ayəsi möminlərdən, müttəqilərdən, Allahın gözəl bəndələrindən söhbət açırdı, onların xüsusiyyətlərindən, özəlliklərindən. 6, 7, 8-ci ayələr kafirlərdən, sonra da münafiqlərdən danışırdı. Münafiqlərin xüsusiyyətlərindən ötən söhbətdə danışdı. Bu ayədə, yəni 17-ci ayədə Allah Müteal gözəl bir, maraqlı bir misal vurur. Bunu çöldə, meşədə, yəni yaşayan insanlar, yəni çölçülüyü olanda, yəni çöldə çox gedən insanlar daha yaxşı başa düşər. İnsan çöldə olanda, yəni o yerdəki artıq elektrik işığından, ya məsələn lampa işığından, fanar işığından uzaq düşmüsən, xüsusən də məsələn deyək, soyuq hava ola, od qalayırsan və o odun işığından həm odun istiliyindən istifadə edirsən, həm də ki, ətrafı o odun işığı işıqlandırır. Odunlar yandıqca ki, alov yuxarı qalxır və ətrafı işıqlandırır. Allah Müteal burada 17-ci ayədə münafiqləri həmən od qalayıb ətrafında onun işığı ilə ətrafını görənlərə bənzədir. Buyurur ki, məsəluhum, onların misalı, münafiqlərin misalı, kəməsəlilləzi, o şəxsin misalına bənzəyir, o şəxsin halına, hərəkətinə bənzəyir ki, istevqada narən, odu alovlandırıbdı. İstevqada yəni yandırıbdı, alışdırıbdı. Narən də yəni odu. Odu alışdırıbdı, yandırıbdı. Fələmma ədaət, elə ki o od işıqlandırdı ma həvləhu, onun ətrafını, işıqlanır. Nə qəşə hər yeri görürəm. Yəni münafiq də bu dünyada 5 gün, 3 gün özün münafiq dostlarla bir yerdədir, elə bilir bu ayda da dünya bunundur. Elə ki o od biraz qalxdı yuxarı, ətrafını gördü, sevinir. Yəni münafiqlik odur. Bunda bir fərəh, qürur hissiyatı. Mən filan kəsəmlə, belə filan. Zəhəbəllahu binurihim. Birdən Allah Teala həmən odu söndürür. İndi birdən məsələn yağış yağdı ya hər hansı bir şey oldu, o od söndü. İstiliyi də aradan getdi. Heç üstəlik ətrafını heç barmağını da görə bilməyəcək, burnun ucunu da görə bilməyəcək. Dünyada bunların münafiqliyi bu cürdür. Hələ atın sapır. Hələ ki bu münafiqliyin eləyir. Zəhəbəllahu binurihim. Zəhəbə getdi deməkdir. Əgər məf'ulun bihim başına bə gələndə, qrammatika oxuyanlar bilirlər ki, ərəb dilində lazım feillə, təsirsiz feilləri təsirli eləmək üçün, lazım feilləri mütəəddi eləmək üçün ya if'al və təf'il bablarına apararlar və yaxud da ki, məf'ulun bihim başına hərfi cər gətirərlər. Burada da həmən o ikinci yoldan istifadə edir. Zəhəbəllahu binurihim, yəni Allah Teala getdi demək deyil burada. Düzdür, zəhəbəllah, Allah getdi deməkdir. Amma dalıca gələn binurihim, o ba, zəhəbəyə təsirli apardı mənası verir. Allah apardı binurihim, onların nurunu, yəni o söndü və tərəkəhum və onları tərk elədi fi zulumatin, o zülmətin içində, o meşənin içində, o qaranlığın içində la yubsirun, heç nə görmürlər. Yəni bu münafiqlər ki, münafiqliyi odun yandırırlar, özləri sevinirlər, belə elədi, elə elədi. Allah Teala birdən başlarından elə vuracaq, onların odunu, münafiqliyi odunu elə söndürəcək ki, heç özlərini də tapa bilməyəcəklər. O qədər qaranlıqda, o qədər zülmətdə qalacaqlar. Zəhəbəllahu binurihim, Allah onların nurunu aradan aparar, yəni apardı və tərəkəhum və onları tərk elədi fi zulumatin, qaranlığın içində, zülmətlərin içində la yubsirun, onlar heç nə görməzlər. Summun, bukmun umyun. Sum, əsam sözünün cəmidir. Yəni onlar karlardılar. Qulaqları eşitmir. Bukmun, əbkəm sözünün cəmidir. Yəni lallardılar. Umyun da ə'ma sözünün cəmidir. Yəni sum, müfrədi olur, təki olur, əsam. Bukm, müfrədi olur, əbkəm, təki olur, əbkəm. Umi, təki olur, ə'ma. Onlar karlardılar, lallardılar və körlardılar.
Münafiqləri Allah Taala lal, kar, kör deyir. Ona görə yox ki, bunların bədəninin gözü görmür, ya bədənin qulağı eşitmir. Haqqı görən gözləri yoxdur. Haqqı eşidən qulaqları yoxdur. Nə bilim, haqqı düşünən onların ağlı yoxdur, qəlbi yoxdur. Haqq deyən dilləri yoxdur. Ona görə bunlar kar, kör, laldılar. Onlar karlar, lallar və körlardılar. Fəhum la yerciun. Fəhum la yerciun. Səhv oxudum. Fəhum, onlar la yerciun. Onlar haqqa tərəf qayıtmayacaqlar. Əgər bir nəfər ki, kar, kör, laldır, doğru yoldan, hidayət yolundan azıb başqa yerə gedib, o qayıda bilər haqq yoluna. Deyir, bunlar o qədər zəlalət əhlidirlər, o qədər azğınlıq əhlidirlər ki, o qədər haqdan uzaq düşüblər ki, bu münafiqliyin karlığı, körlüğü, lallığı bunlara səbəb olacaq ki, bir daha hidayət yoluna, doğru yola qayıda bilməyəcəklər. Fəhum la yercun. Onlar düz yola qayıtmayacaqlar. Bu oldu bir misal. Çöldə, meşəlikdə, qaranlıqda od yandırmışlar, odun işığını ətrafını gördülər, Allah Taala birdən onların odunu söndürdü. Başqa bir misal vurur. Buyurur ki, əv kəsayyibin minəs-səmə fihi zulumatun. Yaxud da ki, səmadan bir yağış gəlir. Şiddətli yağış. Sayyib, şiddətlə tökülən leysan yağışını deyirlər. Yaxud səmadan leysan bir yağış yağır. Fihi zulumatun. Fihi ya həmən o yağış yağan vaxt demək, yəni yağışla birlikdə, yağışın içində bir qaranlıq var və yaxud da ki, təqdirdə olan leyl sözündən söhbət gedir. İkisindən biridir. Ya leyldən, yəni təqdirdə olan gecədən söhbət açır. Onlar gecənin qaranlığında bu cür idilər. Əv kəsayyibin minəs-səma, yaxud səmadan gələn bir leysan yağışı ki, minəs-səma, səmadan gəlirdi həmən o yağış. Fihi zulumatın, həmən o yağışla birlikdə o gecənin qaranlığı da birgədir. Yəni gecənin qaranlığında leysan yağış tökülür. Və ra'dun, fihi zulumatun, həmən o qaranlıq gecədə zülmət vardı. Və o zülmət gecədə və ra'dun, göy guruldayır. Ra'd, buludların bir-birinə dəyən zaman çıxartdığı səsə deyirlər. Ra'dun, göy gurultusu. Və bərqun, bərq də həmən buludlar bir-birinə dəyib o səsi çıxardan zaman yaranan şimşəyin, ildırımın işığına deyirlər. Ona deyirlər bərq, yəni ildırım, şimşək. Həmən o qaranlıq gecədə ki, göydən leysan yağış tökülür və göydə buludlar toqquşur, gürültülü səslər verir və bərqun və qorxuducu oradan işıqlar çıxır, ildırımın, şimşəyin işığı çıxır. Yec'alun asabi'ahum fi azanihim. Qərar verirlər, qoyurlar. Cəalə qoymaq, qərar vermək deməkdir. Asabi'ahum fi azanihim. Öz barmaqlarını qulaqlarına. Belə haşiyə çıxıb bu söz deyirəm, çünki Quran başdan başa bəlağət kitabıdır. Burada məcaz mürsəl vardı. Məcaz mürsəl o deməkdir ki, əgərsə bir şeyə bənzədilirsə, amma o, yəni bir şey öz həqiqi mənasından çıxarılıb, başqa bir mənada işlənilir, amma ortadakı o münasibət, o əlaqə, oxşarlıq əlaqəsi deyil. Onu məcaz mürsəl deyil. Nəsə bəlağət oxuyanlar bilirlər, istəmirəm başı çox ağrıdan. Həmən o məcaz mürsəlin formalarından, növlərindən biri budur ki, itlaqul cüz, itlaqul kul və iradətul cüz. Bir şeyin bütövün deyib, bir hissəsin qəsd eləmək. Burada da Quran o yoldan istifadə edib. Əslində barmaq bütövlükdə qulağa girməz. Bu yalandır. Yəni barmağı istəsək də qulağımıza salaq, qulağın deşiyi barmağı qəbul etməz. Uzaq başı barmağın başından yarım sant, 1 santa qədər qulağa girə bilər. Quran isə deyir, yec'alun asabi'ahum fi azanihim. Onlar barmaqlarını qulaqlarına qoyurlar. Barmaq qulağa girməz. Onun bir hissəsi girər. Xülasə burada məcaz mürsəl vardı. Bəlağət oxuyanlar yaxşı bilərlər. İtlaqul kul və iradətul cüz. Bir şeyin bütövün deyib, bir hissəsini qəsd eləmək. Bütövün deyirsən, bir hissəsi. Necə də əksi də ola bilər. Bir şeyin bir hissəsini deyib, hamısını qəsd eləmək. Sənin gözlərin qadasını alım. Yəni gözlərə gələn qəda belə mənə gəlsin. Yəni qısa gələn gəlməsin. Yox. Bu baxımdan ki, göz məsələn insan üçün önəmli orqandır. Ona görə göz deyəndə elə bütün insan deyəndə sənə gələn bəla mənə gəlsin. Bu da onun əksidir. O da məcazın bir hissəsidir. Məcaz mürsəlin bir formasıdır. Xülasə buyurur ki, yec'alun asabi'ahum fi azanihim. Onlar barmaqlarını qulaqlarına qoyurlar, qulaqlarına sallar. Minas sava'iq. Sava'iq ildırımdan qopub yerə gələn o elektrik şuaları deyək, ya nə deyək ki, o
işıq kimi şey gəlib indi ağacı yandırır, evi yandırır, ya adama dəyir. O dəyən hissəsinə, göydə o görünən hissəsinə bərq deyir. Demək, rəd göyün gürültüsüdür. Bərq o gürültü zamanı çıxan, həmən o işıqdır ki, göydə belə xət kimi olur. Ona deyirlər bərq. O ki, gəlib yerə dəyir, nəysə vurub yandır, onu deyir sa'iqə. Yəni, həmən o şua ki, gəlir dəyir. İndi evi yandırır, adamı yandırır, hər hansı heyvanı vurub öldürür. Ona deyirlər sa'iqə. Yec'alun asabi'ahum fi azanihim. Onlar barmaqlarını qoyurlar qulaqlarına. Minəs savaiq. Həmən o saiqədən, həmən o şuanın qorxusundan. Həzərəl mavut. Ölümdən can qurtarmaq üçün. Elə bir dəhşətlə, vəhşətlə o şua gəlir, dəyir, qabağındakı ağacı vurur, ya evi vurur, neynir? O gürültüsündən, o qorxusundan elə bir vahiməli səslər çıxır ki, barmağın basır qulağına ki, eşitməsin. Nə demək istəyir? Allah Teala bu misalı nə üçün vurur? Bunlar elə belə şey deyir ki, Quran hidayət kitabıdır. Buyurur, bir nəfər münafiqdir. O münafiqliyi, niyə görə? Adətən münafiqlər niyə görə eləyir? Dünyaları üçün eləyir. Möminlərin əleyhinə kimisə şikayət eləyir, kimisə özün müsəlman göstərmə, müsəlmanların əleyhinə hərəkət eləyir, möminlərin əleyhinə hərəkət eləyir, dünya qazanmaq üçün. Bunun misalı deyil, bənzəyir nəyə? Qaranlıq gecədə, çöllü bir havanda bir yerdə gedən, yağışlı bir havada, qaranlıq yerdə gedən. Bunun deyir ki, bir münafiqliyi bənzər göydə o ildırımın buna verdiyi işıq. İşıq gəlir birdən gözü belə açılır. Nəsə gördü. Elə ki o ildırım söndü, yenə aradan gedəcək. Yəni bunun nifaqı buna cüzi bir fayda verə biləcək. O göz qırpımı qədər gəlib gedəcək. Amma dalıcan gələn o şuası var, o nifaq odunun yandırmağı var. Bunu elə bir vahimə, elə bir dəhşətə, vəhşətə salacaq. Mümkündür deyil, amma demirəm ki, bu cürdür. Mümkündür, Allahın məqsədi budur ki, o münafiq bir tərəfdən əgərsə sevinirsə, bir tərəfdən də həmişə qorxu, vahimə içindəki bu nifaqımın üstü açılacaq. Bu nifaqım məni bədbəxt eləyəcək, məni möminlər belə vuracaqlar, ya gözdən salacaqlar. Necə ki o ildırımın qorxusundan qulağına barmağını salıb heç nə eşitmək istəməyən var. Bu da nifaqının qorxusundan sanki o gündədir ki, Allah da ona bənzədir. Göydən gələn ildırımın şaxımasından, o şualardan qorxur, onun vahiməsindən, dəhşətindən, vəhşətindən barmağını salır qulağına ki, o eşitməsin, çünki o səs onu az qalır bağrını çatladıb öldürsün. Yec'alun asabi'ahum fi azanihim. Qərar verirlər onlar, o münafiqlər, barmaqlarını qulaqlarında minəs savaiq. Həmən o ildırımın şuasından həzərəl mavut. Ölümdən qurtarmaq üçün, həzər qaçıb can qurtarmaq üçün, həzər eləmək üçün, yayınmaq üçün, ölümdən yayınmaq üçün. Yaxşı, bunlar özlərin xilas eləməyə çalışırlar, qaçıb qurtarmaya çalışırlar, qurtara bilərlər. Allahın məyər əlindən qaçıb qurtarmaq olar. Allah buyurur ki, Vallahu muhitun bil kafirin. Allah Teala kafirləri hər tərəfdən əhatə eləyib. Allahdan qaçıb qurtarmaq olmaz. İnnəllahə yumhil və la yuhmil. Ərəblərin məşhur məsəli, bəlkə də hədisdir. Məsəl deyirəm ki, boynuna hədis olaraq qalmasın. Ərəblərdə bir gözəl sözdür. Allah Teala möhlət verər, yəni biraz vaxt verər, amma başlı başına buraxmaz. Nə vaxtsa intiqam alar, nə vaxtsa hesab çəkər. Ya bu dünyada, o dünyada xülasə heç kəsi öz öhdəsinə buraxmır ki, gedinə bilirsən elə. Vallahu muhitun bil kafirin. Allah Teala kafirləri hər tərəfdən əhatə eləyib. Onlar heç vaxt Allahdan qaçıb qurtara bilməzlər. Yəkadul bərqu yaxtafu əbsarəhum. Az qalır ki, ildırım onların gözünün şuasını alsın. Yəni o ildırım ki, elə çaxır, şua həddən artıq, günəş ya hər hansı bir şua, həddən artıq gözün görmə qabiliyyətini keçəndən sonra, yəni çox həddən artıq parıltılı olanda insanı kör kimi eləyir. Ona görə də məsələn deyə projektora ya günə belə baxanda bir anlığa heç nə görmürsən. Allah Teala buyurur ki, bu münafiqlərin misalı buna bənzəyir. Həmən o qaranlıq gecədə göydən ildırım gəlir, o şualar, o cür. Bir anlığa belə baxır ki, elə bil o işıq buna fayda verəcək, qabağın görəcək, qabağın görməyəcək. Həmən o günəşin, nədir, ildırımın şuasının şiddəti, onun qüvvəti gözünün olan nurunu da alacaq. Yəkadul bərqu yaxtafu, yəkad yəni az qalır. Az qalır ki, əl-bərq yəni həmən o ildırım yaxtafu, oğurlasın, çəkib aparsın, əbsarəhum, onların gözlərin. Burada da göz deyəndə məqsəd gözün nurudur. Gözün özünü çəkib aparmaz. Yəni gözü kör eləyər ki, nurun aradan aparar. Bu da məcazın bir formasıdır. Yəkadul bərqu yaxtafu əbsarəhum, az qalır ki, onların gözlərini aparsın. Kulləma ədaə ləhum, elə ki, onlar üçün işıqlanır. Məşəv fihi, həmən o qaranlıqda bir balaca işıq görürlər, addım atırlar. Və izə azləmə aləyhim qamu, elə ki, zülmət gəldi, dayanırlar.
Yəni bunların münafiqlərin dünyada apardığı faydası çox cüzidir. Addım-addım onlara xeyir verə bilər, cüzi şeylər. Amma dünyada da onları zülmətə salar, axirətdə də Allahın əzabı ilə qabaq-qabağa qoyar. Necə ki, qaranlıq gecədə ildırımın işığında addım atmaq istəyən bir neçə addıma qədər ata biləcək. İldırımın işığı nə qədər olur ki? Bunların da münafiqlikdən apardığı faydası, dünyaya faydalar bu qədərdir. Çox cüzi bir şeydir. Cüzi faydaların yanında həm dünyalarına zərər verir həmin o ildırım, həm də onların axirətini vurub yandırar, məhv edir. Həm münafiqliyi də o cürdür. Kulləma, hər nə zaman ki, kulləma, hər nə qədər ki, ədaələhum, hər zaman ki, ədaələhum, yəni o ildırımın işıqlandırır onlar üçün, məşəv fihi, məşə, yəni addımlayırlar. Məşəv fihi, həmən o işıqda ya həmən o qaranlıqda addımlayırlar. Və izə azləmə aleyhim, elə ki zülmət sökdü bunların üzrə, yəni o işıq getdi, qaranlıq gəldi, qamu, dayanıb gözləyirlər. Və ləv şəəllahu, əgər Allah istəsəydi, ləzəhəbə bisəm'ihim və əbsarihim. Allah istəsəydi bunların qulağını da tamam aradan aparardı gözünü. Yəni həqiqətdə kör deyilərdi. Yəni o şuanı biraz da çoxaldardı ki, özləri kör olardı, heç nə görməzdilər, ümumən görməzdilər, tamamilə aradan gedərdi. Və qulaqların da o səsi biraz da səsini də biraz şiddətini yuxarı qaldırardı ki, həqiqətdə kar eləyərdi. Çünki insan qulağı bir həddə qədər tənzimlənibdir. O səsdən yuxarı olanda qulağın pərdələri davam gətirməz, partlayar və kar olar. Əgər Allah istəsəydi, onların qulaqlarını da kar eləyərdi, gözlərini də kör eləyərdi. Yəni Allah Teala yenə də rəhmətinə yanaşır, bəlkə də yenə hidayət oldu. Yenə də sənə möhlət verir, yenə də tam kör eləmir, kar eləmir. İnnəllaha ala kulli şeyin qadir. Allah Teala hər bir şeyə qadirdir. 21-ci ayə buyurur ki, ya əyyuhən nas, ey iman gətirənlər, u'budu rabbəkum, ey insanlar, Rəbbinizə ibadət edin. U'budu rabbəkum, hansı Rəbbimizə? Əlləzi, o Rəbbiniz ki, xələqəkum, sizi də xəlq eləyib, vəlləzinə min qablikum, və o şəxslər ki, sizdən qabaq idi. Sizi və sizdən öncəkiləri xəlq edən Rəbbinizə ibadət edin. Niyə görə ibadət edək? Ləalləkum təttəqun, bəlkə təqvanı özünüzə bir mələkə eləyəsiniz, bəlkə bir həyat tərzi seçəsiniz. Ləalləkum, ümid vardır ki, təqvalı olasınız. Deməli, onlar ki deyirlər, əşi, mənim qəlbim pakdır, nə bilim, əməllərim düzdür, bunlar yalan deyirlər, bunlar fırıldaqçıdırlar. Həqiqi pis işlərdən çəkinən insanlar yalnız və yalnız və yalnız o şəxslərdirlər ki, Allaha iman gətiriblər. Mən dəfələrlə bu söz demişəm, mənim sözüm yox, alimlərin sözdür, məndən də mümkün tələbələrim ya söhbətimə qulaq asanlar dəfələrlə bunu eşidiblər. Yeganə şey ki, insanı saxlaya bilər hər cür çirkinlikdən o Allah qorxusudur. Nə hökumətin qorxusu, nə atanın qorxusu, nə ananın qorxusu, nə lotunun qorxusu, heç nə saxlaya bilməz. Tam şəkildə. Yeganə şey ki, insanı kontrol eləyə bilər, o həqiqi Allah qorxusudur. Əgər bir nəfər doğrudan Allahdan qorxdusa, bildi ki, Allah məni addım-addım izləyir, hər hərəkətimi görür və bir gün məndən hesab çəkəcək, artıq onun üçün başqa bir qoruyucuya ehtiyac yoxdur. Misal, əgər bir nəfər, bir cəmiyyət ola, hökumətin başçısı sıxıb televizorda, nə bilim də, internetdə elan eləyək ki, sabah kim nə bilirsə eləsin. Nə bilim deyək, yolda maşını bərk sürürsən, hansı idarənin nə bilim deyək, içində olan əşyaları götürüb aparırsan, banklardan pulları sorub aparırsan, nə bilim kim nəyi apara bilirsə aparsın. Sabah heç kimin elədiyi cinayətə görə heç kəsi cəzalandırmayacağıq. Birdən əgər məsələn deyib, hökumət başçısı dedi, kim nə bilir sabah eləsin. Sabah deyəm mən əfv eləmişəm, heç kəsə elədiyi cinayətə görə cəza kəsilməyəcək. O ölkə nə günə qalar, Allah bilir. Amma bir dəstəki həqiqi möminlər onların dünəni ilə bu günü fərq eləməyəcək. Niyə fərq eləməyəcək? Düzdür, o bilir ki, məni bu gün cəzalandıran yoxdur, amma bilir ki, padişah öz keyfi durub bu sözü deyib. Bu nə dəxli var, bu gün məni Allah hesab çəkəcək. Bu xalqın malıdır, bu mənim hərəkətlərim, maşını bəlkə sürərəm, kimisə vurub öldürərəm, nə bilim, xalqın malından götürürəm, bir nəfərdir, iki nəfərdir, halallıq alam və o şahın da, o prezidentdə ixtiyar yoxdur o sözü deməyə, bu xalqın malıdır, elin malıdır. Xülasə, həmən həqiqi möminin dünəni ilə bu gündə fərq eləməyəcək. Dünənləri nə addımı atırdı, necə rəftar eləyəcək, bu gün də həmən rəftar eləyəcək. Niyə görə? Çünki Allahdan qorxur. Çünki bilir ki, Allah onu izləyir və bir gün ondan hesab çəkəcək. Allah mütəal bu ayədə həmən o həqiqətə işarə eləyir. Deyir ki, sizi və sizdən qabaqçı
məxluqatı, insanları xəlq eləyən Allaha iman gətirin, ona həqiqi bəndə olun ki, ləalləkum təttəqun, bəlkə günahlardan çəkinə biləsiniz, təqvalı ola biləsiniz. Deməli, yalnız və yalnız kim günah, pis işdən kim çəkinə bilər? Çirkin əməldən kim çəkinə bilər? Allaha iman gətirmiş. Ey insanlar, sizi və sizdən qabaqçıları xəlq eləyən Allaha iman gətirin, ona ibadət eləyin, daha doğrusu ibadət edin ki, ona bəndə olun ki, onda təqvalı ola bilərsiniz. Ləalləkum, bəlkə o da, bəlkə təttəqun, təqvalı oldunuz. Təqva nə deməkdir? Yəni, vacibləri yerinə yetirib, haramlardan çəkinmək, pis işlərdən uzaq olmaq. Allaha ibadət eləyin ki, bəlkə təqvalı olsun. Demək, o adam ki, Allaha ibadət eləmiş, o heç vaxt təqvalı olmaz, heç vaxt yaxşı adam ola bilməz. O həmişə çirkinliklərlə bulaşacaq. Üzdə özün yaxşı göstərə bilər. Əşi, mənim qəlbim pak olsun. Həmən qəlbim pak olsun deyən insan 1000 dənə oyundan çıxacaq. Demirəm, bəli, namaz qılan, oruç tutan, nə bilim, alnı möhürdən mazol bağlamış insan da günah elər. İşim yoxdur, bunlar olar. Mən həqiqi mömindən, həqiqi iman gətirmişdən danışıram ki, bir nəfərə görə Allahı düz tanıyıbsa, Peyğəmbər düz tanıyıbsa, imamı düz tanıyıbsa, cənnət, cəhənnəmə düz iman gətiribsə, onun xəlvəti ilə aşkarında fərq eləməyəcək. O eyni adamdır. Bir dənə Arifə dedilər. Dedilər ki, təqva sən üçün nə deməkdir? Təqva o deməkdir ki, sənin əməllərini bir xonsaya qoyalar, bir siniyə qoyalar, padnosa qoyalar və üstün açalar, gəzdirələr. Gəzdirələr, insanlar bir-bir baxsınlar. Hamı baxır, əmələ də baxır, sənə də baxır. Sən də dik baxırsan, heç kəsən utanmırsan. Ona deyirlər təqva. Yəni, elə bir iş görməmişsən, utanasan. Gizdində, aşkarda da eyni hər insansan. Başqa biri demiş ki, üzrəyəm, ayaq yolunda, tualetdə oturduğum vaxtla, arvadımla yatdığım vaxtı ömrümdən Allah çıxartsın, qalan həyatımın bütün anın çılpaqlığı ilə insanlara göstərsin. Mən heç kəsdən utanmaram. Çünki elə bir şey iş görməmişəm ki, utanam. Bunlar hamısı ibrətamiz sözlərdirlər. Sözümün canı başına. Niyə görə insan bu cür pak ola bilir? Çünki Allaha ibadət edib, Allaha bəndə olub. İbadət yox, bəndə, ubud, bəndə ol. İbadət elə, yəni bəndə ol. Şeytan abid oldu, amma əbd ola bilmədi. İbadət əhli oldu, amma bəndə ola bilmədi. Allaha bəndə olmaq insan təqval eləyir. Nəysə. Əlləzi cəalə ləkum, sonraki ayə. 22-ci ayə. Əlləzi, o Allah ki, o Allaha ibadət, hansı Allaha? Əlləzi cəalə ləkumul ərdə firəşən. Allah yeryüzün sizin üçün firaş, yəni döşənəcək qərar verib. Yəni necə döşəmədə üstündən rahat gəzə bilirik. Firaş, yəni həm yorğan döşək mənasında, həm də yeryüzündə döşənən hər hansı bir şey. Pola da döşəmək deyərlər, yəni döşəmə pola da deyərlər, mümkün yorğan döşəyə də deyərlər. Firaş, yəni döşənəcək. Allah Teala yeryüzünü döşənəcək qərar verib sizin üçün. Və səmaə binaən, və səmanı da sizin üçün göydə, yəni göyün o qatlarını da sizin üçün bir tavan, bir patolog rolunda qərar verib. Əlləzi, o Allah ki, cəalə ləkum, qərar verib sizin üçün əl-ərdə, yeri firəşən, döşənəcək. Və səmaə, göydə sizin üçün tavan qərar verib, binaən, bina qərar verib. Və səma bina, yox, üzr istəyirəm, və səma binaən. Səmanı da sizin üçün bina, bir tikili qərar verib. Səhv dedim, səqf deyil, binadır. Əlləzi cəalləkum lərdə firəşən. Allah Teala yeri sizin üçün döşəmə qərar veribdir və səma binan, göydə sizin bir bina, bir tikili qərar verib. Və ənzələ minəs səmai maən, və göydən sizin üçün su nazil edib, yağış nazil edib. Fəəxrəcə bihi minəs səmərati, və o yağışın vasitəsilə ixrac edib çıxardıbdı yerdən, yəni o yağış gəlir, yerə toxunur, yerə dəyir, yerdə olan bitkilər cücərir. O yağışın vasitəsilə minəs səmərat, meyvələr çıxardıb. Yəni yağış gəlməsə, su olmasa, meyvələr bar verməz, ağaclar bar verməz, meyvə verməz. Allah neymətlərin sayır ki, Allah o Allahdır ki, yeri üzün döşəmə qərar verdi, səmanın üzünüzdə bir bina tikili qərar verdi ki, göydən gələn məsələn kometlər ya hər hansı zərər verici şeylər siz gəlib vurub dağıdıb məhv eləməsin, sizin həyatınıza mənfi təsir göstərməsin. Eyni zamanda həmən o bina kimi görsənən göydən Allah Teala deşiklər qoydu oradan, o buludlardan sizin üçün rəhmət yağışları göndərdi. O yağışlar yerə dəydi, oradan meyvələr çıxdı, səmərat çıxdı. Rizqan ləkum. Sizin üçün ruziyə dönsün. Çünki qidalarımız yarısı ət məhsulu, yarısı da nədir? Bitki məhsuludur. Yediklərimiz ya ətdən olur, ya da ki, bitkidən. Hamısı da yağışın sayəsindədir. Ya birbaşa bitkini yeyirik, çörək kimi, düyü kimi, ya digər şeylər kimi, kartof kimi, pomidor kimi. Bunlar hamısı bitkili birbaşa yağışın, birbaşa məhsuludur ki, torpaqdan çıxardı. Bir deyək ki, biz
Suvarma ilə suvarır. Suvarmada gəndə həmən çaylardan ya quyulardan çıxan suda həmən yağışın suyu gəlib. Allah Taala dövr edir. Yəni yağış Allahın ən böyük nemətidir ki, ya bitkini biz birbaşa bizim üçün əmələ gətirdirir. Və yaxud da ki, yediyimiz ət məhsullardır ki, inək, qoyun həmən o otu yeyir, ya məsələn o bitkiləri yeyir, ətə döndərir, ətin yeyir. Deməli onda yağış həm bizə bitkini verir, həm də heyvanların əti də vasitə ilə o yağışdan qidalanır. Çünki heyvanlar həmən o bitkiləri yeyir. Rizqən ləkum. O səmərat, o bitkilər sizin üçün, o meyvələr sizin üçün ruziyə dönür, qidaya dönür. İndi ki, belədirsə, fəla təcəlu lillahi əndadən. Belədirsə, onda bu cür Allaha şəriklər qoşmayın. Əndad nid, yəni bərabər, misil. Fəla təcəlu, qərar verməyin lillahi, Allah üçün əndadən, yəni şəriklər. Nid, yəni bərabər, onun kimilərin qərar verməyin. Allah kimisi yoxdur. Allah elə bir dənədir. Və əntum tə'ləmun, və siz də bilirsiniz. Yəni Allah Taala insan fitrətinə işarə eləyir ki, mən sizi bu cür yaratmışam, bilirsən ki, mənim şərikim yoxdur. Mənim yeganəliyimi, təklimi çox yaxşı bilirsən, amma yenə vicdansızlıq eləyirsən, yenə alçaqlıq eləyirsən, yenə mənə şərik qoşursan. Allah üçün şərik qoşmayın və entum tə'ləmun, hansı ki siz bilirsiniz onu ki, Allahın şəriki yoxdur. 23-cü ayə. Və in kuntum fi raybin. Əgər siz şübhədəsinizsə, in kuntum, əgər şübhədəsinizsə, fi raybin, yəni şübhədə, rayb yəni şübhə, şəkdəsinizsə, nədən şübhədəsinizsə? Mimma nəzzəlna alə abdina. O şeydən ki, biz öz bəndəmizə nazil etmişik. Yəni bu Quran-ı Kərim ki, biz bəndəmizə nazil etmişik. Əgər onda sizin şübhəniz varsa, biriniz deyir şairdir, nəuzullah, biriniz deyir ki, nə bilim, dağın dalında kimsə buna dərs keçir, biriniz deyir, nə bilim, başına hava gəlir, cürbəcür axmaq sözlər deyirsiniz, istəmirsiniz bu Qurana iman gətirəsiniz. Əgər bizim öz bəndəmizə, yəni bu peyğəmbərimizə nazil etdiyimizdə şübhəniz, şəkkiniz varsa və in kuntum, əgər varsınız, əgər isinizsə, nə? Fi raybin, yəni şübhədəsinizsə, onu ərəb dilində sözlər dalqabaq olur da, əgər şübhədə varsınızsa, yəni əgər şübhədəsinizsə, in kuntum, əgər siz sınızsiniz, nə? Fi raybin şübhədəsinizsə, mimma o şeydən ki, nəzzəlna, nazil etdik, əla abdina, qulumuza, bəndəmizə, peyğəmbərimizə. Əgər bu peyğəmbərə nazil etdiyimiz bu Quranda şübhəniz varsa, onda fətu bi surəti min misli. Onda siz də bu peyğəmbər kimisindən bu Quran kimisini gətirin. Yəni peyğəmbər kimi təhsil görməyən, savad görməyən, müəllim yanına getməyən bir insandan bu cür gözəl bir kəlam gətirin. Adətən gözəl söz sahibləri, gözəl cümlə quranlar, şairlər, ədiblər kimisə yanında dərs oxuyublar. Amma bir nəfər ki, heç kimin yanına dərsə getməyib, əlində kitab olmayıb, əlinə ruska götürüb yazmayıbsa, heç vaxt o gözəl cümlə qura bilməz, gözəl ədəbi şeylər danışa bilməz. Quran-ı Kərim buyurur ki, əgərsə sizin bu Quranda şübhəniz varsa, onda siz də bir dənə peyğəmbər kimi dərs oxumamış, müəllim yanına getməmiş bir insandan bu cür Quran kimi bir dənə bəlağətli, fəsahətli, bədii, ədəbi üslubda son dərəcə qiymətli söz incisi verin. Hələ elə bunu fətu, gətirin, bir surətin, bir dənə surə, çox demirəm, bir surətin, bir dənə surə gətirin. Min mislihi, onun kimisindən. Yəni peyğəmbər kimi dərs oxumamış bir insandan siz də bir dənə surə gətirsin. Əgər siz deyirsiniz peyğəmbər yalan deyir, yaxşı, fərzən peyğəmbər yalan deyir. Əgər peyğəmbər yalan deyir, siz də o bir nəfər savadsız, savad görməmiş bir insandan bu cür bir dənə söz gətirin, bir dənə surə gətirin. Vəd'u və köməyə çağırın şühədəəkum, öz şahidlərinizi. Sizə şəhadət verəcək, yəni sizin xeyrinizə rəftar eləyəcək şəxslərdə kömək çağırın. Bir nəfər yox, lab 1000 nəfər qoşun özünüzə. Savadsız bir insandan bu cür söz incisi çıxardın. Min dunillah, amma həmən o köməkçilər Allah olmasın. Allahdan başqa kimi istəyirsiniz köməyə çağırın. Peyğəmbər kimi dərs oxumamış bir insandan bu cür gözəl, bədii, ədəbi, həm məna baxımından, həm söz baxımından gözəl bir inci qoyun ortaya. İn kuntum sadiqin, əgər siz doğru danışansınızsa. Xülasə, Allah Taala mübarizəyə çağırır kafirləri və Quranla mübarizə aparanları ki, siz ki bu Quranda şübhəniz varsa, onda siz də peyğəmbər kimi dərs oxumamış bir insandan bu cür gözəl bir dənə surə çıxardın, qoyun ortaya, deyin ki, bax bu filan kəs də dərs oxumamışdı, gör bu nə gözəl bir surə gətirdi. Bunu eləyə bilməzsiniz. Allahdan başqa da kimi istəyirsiniz şühədanızdan, yəni sizə şahid olacaq, sizə kömək eləyəcək, kimi istəyirsiniz çağırın. Bütün insanlar, cinlər də sizə qovuşsalar, kömək eləsələr, başqa ayədə gəlir bu həmən dediyim məsələ, insan və cinlər, yenə də peyğəmbər kimi bir
təlim görməmiş, savad görməmiş insandan bu cür bir Quran, bir surə gətirə bilməzsiniz. Yəni acizsiniz buna. Təkrar eləyəm ayəni. Və in kuntum fi raybin, əgər şübhədəsinizsə, mimma nəzzəlna ala abdina, bəndəmizə nazil etdiyimiz şeylərdən, fə'tu, gətirin, bir surətin, bir dənə surə min misli, bu peyğəmbər kimisindən. Vəd'u şuhədâəkum, və şahidlərinizi, köməkçilərinizi çağırın, min dunillah, Allahdan başqa olan köməkçilərinizi çağırın, in kuntum sadiqin, əgər doğruculsunuzsa, in kuntum sadiqin, əgər siz doğru danışansınızsa, doğruculsunuzsa. Yəni doğrucul deyirsiniz, yalan deyirsiniz. Yalan deyirsiniz ki, peyğəmbər dəli olub, yalan deyirsiniz peyğəmbər nə bilim şairdir, yalan deyirsiniz peyğəmbər kimlənsə dərs oxuyublar, hamısı yalanlardılar. Özünüz də bilirsiniz ki, o heç kəsdən dərs almayıb, özünüz də bilirsiniz ki, o yalancı deyil, o Allahın xəbərini gətirib, amma siz özünüzü alladın. Allah'ı aldatmaq olmaz. İn kuntum sadiqin, əgər doğruculsunuzsa, onda sizə bu işi görün. Fə in ləm təf'alu, əgər bunu etmədinizsə, yəni belə bir surə gətirmədinizsə, və lən təf'alu, bilin ki, heç vaxtda gətirə bilməzsiniz. Əgər bunu bu günə qədər gətirmədinizsə, bilin ki, bundan sonra da heç zaman gətirə bilməzsiniz. Yəni, Quranın bir surəsini belə heç kim gətirə bilməz. Nə bir surəsin, nə bir ayəsin, nə 10 surəsin, nə də Quranı. Xülasə, Quran Allahın möcüzəsidir. Quran Allahın əbədi möcüzəsidir ki, heç kəs onun mislini gətirmir və gətirə bilməyəcək. Quran da, belə deyil, aşağılayır kafirləri. Fə in ləm təf'alu, əgər bunu etmədinizsə, yəni Peyğəmbər kimi siz də Quran gətirmədinizsə, bir surə belə gətirə bilmədinizsə, və lən təf'alu, bilin ki, heç vaxt, lən yəni heç zaman gətirə bilməzsiniz. Bəs indi ki, belədirsə, fəttəqun narə, onda oddan özünüzü qoruyun. İttəqa, yəni qorunmaq. Heç olmasa cəhənnəm odundan özünüzü qoruyun. Yəni, siz ki, Peyğəmbərlə bu qədər mübarizə aparırsa, əl çəkin o mübarizələrdən, tövbə ilə qayıdın haqq yoluna. Fəttəqunlar, yəni oddan qoruyun, yəni qayıdın hidayət yoluna, Allah yoluna, Peyğəmbər yoluna ki, oddan xilas ola biləsiniz. Fəttəqu, özünüzü qoruyun, ən-narə, o oddan ki, əlləti, o od ki, vəquduhən nasu vəl-hicarə, onun yanacağı, vəqud yəni yanacaq. O cəhənnəm odunun yanacağı ən-nasu vəl-hicarə, insanlar və daşlardılar. Ya daşlardan məqsəd bütlərdilər, yəni daşdan yorulmuş bütlərdilər ki, o bütləri cəhənnəmdə od eləyəcəyi və yaxud da ki, daşa dönmüş qəlblər, yəni siz insan, siz kafirlərin qəlbləri ya vücudlarıdır ki, haqqın müqabilində daşa döndülər. Xülasədə o cəhənnəmdən qorxun ki, ora benzin tökmürlər, orada yanacaq, nə bilim deyək, odun olmur. Oranın yanacağı insanın özüdür. İnsan özü alışıb yanır. Əməllər oda çevrilib neynir? İnsan öz içindən yandırır. Ki, vaxtı ikən gələndə, qarşıdakı ayələrdə cəhənnəmdən söhbət açanda deyəcək ki, cəhənnəm odu içidən çölə yandıran bir oddur. Çöldən içəri yandıranda su töküb söndürərsən, amma içəridən çölə yanırsa, sən çöldən ha su töküsün də belə söndürə bilməzsən. Bir şey ki, içəridən çölə yanırsa, onu söndürmək olmaz. Əlləti tattalyu aləl-əfidə, necə başqa ayəsində deyir ki, o ki, qəlblərin içindən çölünə yandırandır. Xülasə, qorxun o cəhənnəm odundan ki, onun yanacağı insanlar, yəni kafirlər, cəhənnəm əhli vəl-hicarə və daşlardılar. Dedim, daşa dönmüş qəlblər və yoxda ki, bütlərdir ki, daşdan yonulmuşdur. O cəhənnəmdən qorxun. Həmən o cəhənnəm uiddət, hazırlanıbdır lil kafirin, kafirlər üçün. Təkrar oxuyuram ayəni. Fə in ləm təf'alu, əgər edə bilmədiniz, etmədinizsə, yəni belə bir surə gətirə bilmədinizsə, Quran surəsi kimi bir surə gətirə bilmədinizsə, və lən təf'alu, heç zaman edə bilməyəcəksiniz. Fəttəqu, onda heç olmasa qorxun, ən-narə, o oddan ki, əlləti, o od ki, vəquduha, onun yanacağı, ən-nasu vəl-hicarə, insanlar və daşlarlar, uiddət lil kafirin, kafirlər üçün o cəhənnəm kafirlər üçün hazırlanıb. Allah da o cəhənnəmi kafirlər üçün xəlq eləyib, düzəldibdi. Sadaqallahul aliyyul azim. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Elhamdülillahi Rabbil alemin.